Əl-Əxbar nəşrinin 43 yaşlı jurnalisti Amal Xəlil İsrailin 2 mərhələli hava zərbəsi nəticəsində öldürülüb. Livanın baş naziri bunu müharibə cinayəti adlandırıb. Xəlil hücumdan əvvəl İsrail nömrəsindən təhdid mesajı da almışdı. Əltiri kəndi yaxınlığında hücuma məruz qalan Xəlil və həmkarı Zeynəb Fərəcin üzərində aydın seçilən mətbuat nişanları olub. İlk zərbədən yararlanan jurnalistlər bir evə sığınıblar və o redaksiyasına təhlükədə olduğunu xəbər verib. Daha sonra həmin ev də bombalanıb. Xilasedicilər Fərəci oradan çıxara bilsələr də, Livan Jurnalistlər Birliyinin məlumatına görə İsrail qüvvələri atəş açaraq və şok mərmilərdən istifadə eləyərək Xəlilin xilas edilməsinə mane olublar. Onun cəsədi yalnız 6 saat sonra çıxarıla bilib. İsrail tərəfi jurnalistləri qəsdən hədəf aldığını və xilas etməyə mane olduğunu inkar eləyərək araşdırma apardığını bildirir. Amnesty International təcili beynəlxalq istintaq tələb eləyir. Xəlil bu il Livanda öldürülən 9-cu jurnalisti. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə İsrail 2025-ci ildə dünyada öldürülən 129 jurnalistin 2/3-nin, eləcə də qəsdən hədəf alınan 47 nəfərin 81%-nin ölümündə məsuliyyət daşıyır.